Bugün 26 fevraldır. Azərbaycan tarixinin ən qanlı və unudulmaz səhifəsi Xocalı soyqırımı günüdür. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecədə Xocalıda dinc əhaliyə qarşı törədilən vəhşilik insanlığa qarşı ağır cinayət kimi tarixə həkk olundu. Həmin qarlı, şaxtalı gecədə Xocalıda törədilən soyqırım bəşəriyyətə qarşı cinayət idi. Günahsız uşaqlar, qadınlar, qocalar xüsusi qəddarlıqla qətlə yetirildi. O gecə təkcə bir şəhər deyil, bir millətin qəlbi yaralandı. Lakin tarix bununla bitmədi. Xocalının harayı illərlə xalqımızın yaddaşında yaşadı. Şəhidlərin qanı yerdə qalmadı.